Bugün ilk dəfə Figma proqramı ilə tanış oluruq. Bu Figma'nın interfeysidir. Biraz qarışıq görünə bilər, amma sizdə tam sadə olacaq. Figma'nın interfeysini bölək 3 yerə. Solda sidebarımız var. Burada recent fayllar var, yəni hansı ki mənə göndərilib, dəvət almışam və yaxud özüm hazırlamışam və ya baxdığım işlər, giriş elədiyim işləri, proyektləri burada göstərir bu hissədə. Recentdən klikləyirik. Bu hissədə, orta hissədə həmin işləri görə bilərik. Burada community'miz var. Community hansı ki, burada bizdə template'lər əldə edə bilərik, ikonlar əldə edə bilərik. Axtarışda burada yazırıq community'dən. İstədiyimiz mövzuda. Məsələn, coffee shop ola bilər, hospital ola bilər, akademiya ola bilər. Hansı mövzuda istəsəz, buradan da seçirsiniz. Dizayn resurslar olsun, Figma Make'in daxilində, indi onlar da keçəcəyik. Pluginlər və widgetlər olsun, prezentasiyalar, whiteboardlar, websaytlar. Yəni, hansını istəsəz, buradan community'dən əldə edə bilərsiniz. Bu bizim teamdir. Teamlə işlədiyimiz fayllar var burada. Draft'dır, all project'dir, resurslardır, zibil qabıdır və admindir. Bu da sizin parametrlərinizdir. Əlavə olaraq burada da parametrlər olmalıdır. Burada tema dark light seçirik, settingsdir. Bir də bizim community profilimizdir. İndi hələ ki qayıdaq recent'ə. Mərkəz hissədə dediyimiz kimi bizim son fayllarımızdır, baxdığımız, işlədiyimiz, dəvət aldığımız fayllardır. Və bunun üzərində sağ tərəfdə də Figma Design, Figma, Figma Slide, Figma Baz, bura Figma Make əlavə olunacaq, Figma Site əlavə olunacaq. Bunların hamısını bir-bir keçəcəyik. İlkin olaraq burada Figma klikləyəcəyik. Figma burada klikləyərək fayl açacağıq. Baxın, bu bizim iş sahəmizdir. Bu Figma nə üçündür? Figma böyük şirkətlərdə təqdimat eləyəndə, prezentasiyalar hazırlayanda, hansısa bir nə bilim ofis alətləri olur, prezentasiya üçün PowerPoint-da falan hazırlamaq əvəzinə burada hazırlaya bilərsiniz və burada brainstorminglər eləyə bilərsiniz komanda şəklində, təqdimatlarınızı eləyə bilərsiniz. Məsələn, sağ tərəfdə AI var. Buradan istədiyiniz kimi flowchart, mind map, brainstorm, nə bilim, buradan timeline, dediyimiz sprintlərə bölürük işlərimizi, o tip. Sonra buradan nə eləyə bilərik? Buradan əlavə promptlar yazıb, istədiyiniz promptu yazıb buradan template əlavə əldə edə bilərsiniz hansı. Məsələn, burada icebreaker var. Məsələn, gəlin icebreakerdan başlayaq. Icebreaker nədir? Tutalım ki, siz hansısa bir komandadasınız və ancaq onlayn işləyirsiniz. Və heç bir, harəviz başqa ölkələrdəsiniz və sizin bir-birinizlə real mühitdə tanış olma ehtimalınız yoxdur. Burada AI bölməsi bir tələbə hesabında, bir də premium hesablarda açılır. İlk klikləyəndə sənədi təzədən açsaz, daha doğrusu yeni sənəd açsaz, baxın burada template çıxacaq. Template'i X eləməyin, qalsın burada, siz istifadə edin. Məsələn, buradan brainstormda klikləyə bilərik, icebreaker'dan. Hansı, məsələn, ən çox istifadə olunan icebreaker'dır, flowchartlardır, bir də brainstormlardır. Məsələn, icebreaker yazsaq, hətta gəlib burada more prompts var. Buradan klikləyək, baxaq, burada icebreaker tapa bilirik. Burada yoxdur. Gəlin prompt olaraq yazaq özümüz. Icebreaker. Buradan make-ə klikləyirik. Icebreaker nə üçün idi? Komandalar, icebreaker buz qıran və yaxud nə bilim, buzu əridəndə, aradakı buz əridən, yəni tanışlıq üçün, yəni bir növ icebreaker o mənada çıxır da, yəni aradakı buzları əridən mənasında. Uzaq komandalardasınız və siz bir-birinizlə tanış ola bilmirsiniz. Burada həm iş bölgüsü eləyirsiniz, həm özünüz haqqında məlumatlar verirsiniz. Baxın, burada artıq sizə süni intellektlə prompt verdiyimiz halda burada bizə list hazırlayır. Burada tasklar verir və taskların kimə aid olduğunu və burada tarixlər verir. İşləri bölür. Sonra ən başda bu hissədə
Hətta bu hissədə onu əlavə eləməyiblər. İndi biz onu özümüz əlavə eləyərik. Məsələn, işçilər olur. Tutalım ki, mənəm, Çiçək xanımdır, Pınar xanımdır, Nigar xanımdır. Hərəmiz fərqli-fərqli ixtisaslarda. Məsələn, mən UX-əyəm, backenddir, frontenddir, ola bilər data analitik ola bilər, qrafik ola bilər qrupumuzda və orada hamı özünü təqdim edir. Məsələn, mən Rəhman Qasımlı filan ölkə uzaq başqa yerdəsə, onlayn timdirsə, məsələn, mən filan ölkədənəm, 25 yaşım var, nə bilim, backenddən və ya UX-əyəm. Belə də özünüz haqqında məlumat verirsiniz. Sonra burada sizin team leadiniz kimdirsə, sizə burada işlər bölür. Bir növ Notion kimi də işlər bölür və burada sizə vaxtlar verir. Məsələn, taskı verir və taskın kimə aid olduğunu burada mentionla göstərir və burada sizə vaxt verir. Sonra biz burada nə edə bilərik? Gəlirik buradan, Ctrl-Z eləyək. Məsələn, brainstorm. Brainstorm nədir? Məsələn, research. Məsələn, sonra goals. Fikir mübadiləsi. Məsələn, bir dənə mövzu götürmüsünüz. İndi sizə verəcək komanda şəklində işləyəcəksiniz. Bir dənə mövzu götürəcəksiniz və onu kritikləyəcəksiniz və belə deyim də, oradakı mənfi müsbət cəhətləri yazacaqsınız və onu necə aradan qaldıra bilərik, həll yolu yazacaqsınız. Bu tip eləyə bilərsiniz. Süni intellektlə bu promptlarla belə qrafiklər əldə eləyə bilərsiniz. Amma biz onu əllə də necə düzəltmək lazımdır, onu da göstərəcəyik. Bu burada başlasın. Davam eləsin. Uzaqlaşdı. Bax belə. Timeline'da action plandır. Burada şirkət haqqında, şirkətin məqsədləridir. Burada resursdan aldığımız nəticələrdir, insightlardır. İndi bunu gəlin əllə daxil eləyək. Bunu bağlayaq. AI bağlasaq, profilimiz sadə profilsə açılmayacaq. Gəldik bura. Aşağıda bizim alətlər panelimiz var. Toolbar da deyirlər buna. Birinci select tool'dur. Select tool sadəcə nəyisə seçmək, hərəkət elətdirmək, böyüdüb kiçiltmək üçündür. Hand tool bu bizim ağ taxtamızda, lövhəmizdə gəzmək üçün, hərəkət eləmək üçündür. Burada bizim markerimiz var. Bu markerin növləri də var. Məsələn, bu tip qələm də istifadə edə bilərsiniz. Sonra burada highlight var. Burada işarələmək üçündür önəmli yerləri. Mən çox uzaqlaşdırmışam. Biraz yaxınlaşdırım işləyək. Bu tip istifadə edə bilərsiniz. Burada qalınlığını seçə bilərsiniz. Highlight-la əgər maraqlı başlıqlar varsa işarə eləyə bilərsiniz. Yenə ucluğunu dəyişə bilərsiniz. Burada rənglərini dəyişə bilərsiniz. İstədiyiniz rəngi seçə bilərsiniz. Burada da rəng kodu. Tutalım ki, hansısa bir rəngi bəyənmisiniz. Buradan klikləyib dəqiq highlight yox. Buradan seçək. Buradan seçirsiniz. İstədiyiniz rəngi seçə bilərsiniz qələmlə. Sonra burada Scotch deyə, izolent deyə. Belə bu tip vizual gözəlliyi üçün bizə Scotch, məsələn, tool verilib də. Sonra burada pozan var. Məsələn, klikləyib istədiyimiz hansısa bir əlavə elədiyimiz komponenti silə bilirik. Sonra burada bizim notepad-lərimiz var və biz bunları, notları bunun daxilinə yazacağıq. Məsələn, klikləyirəm bura və burada parametrlər açılır notepad üçün. Məsələn, burada rəngini təyin edə bilirik, istədiyimiz rəngi. Burada yazının tipini seçə bilərik. Dırnaqlı olsun, əl yazma olsun, daha düz şrift olsun və ya simple, sadə şrift olsun. Medium, large, extra large, huge olsun. Buradan əllə də daxil eləmək olur. Sonra yazdığımız şrift bold olsun və üzərindən xətt çəkilsin və ya link əlavə olunsun. Link əlavə eləmək nədir? Bura klikləyəndə, məsəl üçün, bura bir dənə salam yazıram. Bu üzərindən xətti silirəm. Yaxşı görünmür. Və buna link əlavə eləyəcəm. Klikləyirəm, link əlavə olunur. Məsəl üçün, istədiyiniz URL linkini götürə bilərsiniz. Hansısa bir saytın üstdən linkini kopyalayırsınız. Gətirirsiniz, bura enterə basırsınız, klikləyirsiniz. Bu nə üçündür? Məsəl üçün, bir dənə kritik yazmışsınız burada. Məsəl üçün, Turboazda filan səhifədə bu buton böyüdü, rəngi dəyişə bilər və yaxud bunun yeri düzgün deyil. Hansısa bir kritik yazmışsınız və həmin sözə link yerləşdirirsiniz, klikləyib həmin səhifəyə ata bilərsiniz brauzerdə
Və mən buna klikləyəndə klikləyək. Nə oldu? Dəqiqə. Siz özünüz hazırlamısınız deyə. Yox, keçməlidir. Bu açılıb da burada. Aha, keçdi. Məsələn, google.com yazmışdım. Google at. Bunu bağlayaq, təzədən klikləyək. Görək atacaq. Bir də. Niyə keçmir? İndi açıldı. Biraz yavaş işləyir, amma okey. Linki atırsınız buradan. Sözün üzərinə link əlavə edirsiniz. Yəqin ki, ITpress Akademiyaya qoşulmuşam. 5G-yə yox. Yox, 5G-yə qoşulmuşam. Klikləyəndə, yəni buradan sizi həmin səhifəyə yönləndirir. Hansı URL-in saytı bura paste eləyirsinizsə, orada həmin sayta girəcək və burada mənim nickimdir. Bu nicklə qeydiyyat, hansı nicklə qeydiyyatdan keçirsinizsə, nick yazırsa, bu nick orada görünür. Yəni bu notu kim yerləşdirib, kim yazıb, komanda şəklində onu görə bilərsiniz. Biz burada notpadləri rənglərinə görə ayırırıq. Qırmızı notpadləri mənfi kritiklər olanda qırmızı notpadlərlə yazırıq. Əgər yaşıl budur, əgər müsbət rəylər yazmışıq, kritiklər yazmışsa, bunu yaşıl rənglə, yaşıl notpadlərə qeyd edirik. Və burada bir dənə də section bölməmiz olmalıdır. Baxaq görək, buradadır. Burada. Ora gələcək. Okay. Sonra burada flowchart yaratmaq üçün bizə alətlər verilib. İndi biz bunu hələ ki sayt dizayn eləməmişik deyə flowchartı hələ ki saxlayırıq, amma yenə də flowchart dərsində burada göstərəcəyik. Tutalım ki, bir dənə saytın ardıcıllığını, flowsunu qururuq. Burada fiqurlardan istifadə edilir. Məsəl üçün, bura klikləyirəm. Saytın flowsunda, axışında həmişə başlanğıc və son nöqtəni dairə ilə qeyd edirik. Məsələn, burada yazırıq ki, start. Yəni, start buradan götürülür. Sonra buradakı oxlarla biz fiqurları əlaqələndirəcəyik. Məsəl üçün, homepage-ə keçirik. Məsələn, tutalım ki, başlayan kimi bizi homepage qarşılayır. Əgər bu homepage-dən bir neçə dənə page-ə şaxələnirsə, məsələn, buradan home-dan biz səbədətə keçə bilərik, like-a da keçə bilərik, about-a keçə bilərik, nə bilim, hər hansısa bir funksiyonallıq varsa orada, bunu oxlarla qeyd edirik. Məsəl üçün, daha doğrusu bunu ROM-la göstəririk, əgər çox alqoritmlə eynidir. Ola bilər. Əgər çox şaxəlidirsə, bu açarı qoyuruq buradan, ROM işarəsini qoyuruq və bunları, məsəl üçün, buradan belə əlaqələndiririk. Biraz pis əlaqələndirməyib. Sonra əlaqələnən başlıqları da, məsələn, nə qədərdirsə, artırırıq buradan. Məsələn, buradan da bu hissəyə bir dənə ox çəkirik. Əgər bu hissələr bir-birinə əlaqəlidirsə, burada ox kimi göstərir. Əgər əlaqəli deyilsə, bunu adi xətt kimi göstəririk. Belə, bu flowchart budur. Məsələn, buradan home-dur, home-dan keçirik, məsələn, girişə və ya qeydiyyata. Tutalım ki, sonra bu olsun giriş hissəsi. Birində qeydiyyata yönləndirərlər, birində də sadəcə giriş yönləndirərlər. Tutalım ki, buradan girişə yönləndirdi bizi. Girişdə bizə bir dənə ROM qarşılayacaq, sual qarşılayacaq. Nədir bu sual? Məsəl üçün, profilin var. Profilin var sualı bizi 2 dənə yönləndirə bilər cavab olaraq. Hara? Buradan bir dənə də, məsələn üçün, ROM batırıq, qeydiyyat. Ya da ki, məsəl üçün, buradan bizi ata bilər, məsələn, homepage-ə. Və yaxud dashboard ata bilər, profil hissəsini ata bilər. Və buradan biz oxla buranı əlaqələndirdik və bura söz yazırıq. Məsəl üçün, bəli. Məsələn, bəli yazdıq. Əgər cavabımız bəlidirsə, bizi atacaq homepage-ə. Əgər bizim cavabımız xeyirdirsə, bizi qeydiyyat aparacaq. Qeydiyyatdan da bizi təzədən yönləndirəcək homepage-ə. Çünki qeydiyyatdan keçirik. Əgər sizin saytınızda struktur qeydiyyatdan keçəndən sonra sizi təzədən girişə aparacaqsa, oxu girişə tərəf göndərəcəksiniz. Əgər siz qeydiyyatdan keçib Enter-ə basırsınız, sizi promo homepage-ə atırsa, burada oxu homepage-ə. Homepage-dən hansı səhifələri şaxələnir və ən sonunda bütün səhifələri, flow-nu, saytın axışını yazandan sonra bir dənə burada dairəni qeyd edirik. Dairə yerləşdirir və bunu buradan əlaqələndirək. Məsələn, belə.
və buraya yazırıq finish. Yəni başlanğıc, son necə hansı dilsə yaza bilərsiniz. Flowchart budur. Yəni saytın flowsunu, axışını biz təyin edirik burada. Sonra burada text tool var. Klikləyirik. Buradan istədiyimiz başlığı, sözü yaza bilər. Text tool, yəni bildiyimiz kimi yazı üçündür. Burada yenə həmin parametrlər burada da var. Yazının stilidir, bold olsun, large olsun, medium olsun, small olsun. Üzərində xətt olsun, nə bilim qalın olsun, link yerləşdirə və yaxud burada list şəklində nəsə yazmaq istəyirsə bu. Və məsələn bir də flow var burada. Tutalım ki bu nə üçündür? Burada məsəl üçün bir dənə məsələ yaz, bir dənə problem yazırsınız. Tutalım ki məsələn bir dənə sual yazırıq və buradan sualdan biz cavablar əlavə edirik. Hamı öz cavabını. Bu elə ki bir növ müzakirə kimidir. Bir dənə başlıq yerləşdirilir ki biz bu problemi necə aradan qaldıra bilərik. Və buradan başlayırıq əlavələr yerləşdirməyə ki, məsəl üçün bu tip eləyə bilərik. Məsəl üçün kartların rəngini dəyişə bilərik, ölçüsünü dəyişə bilərik, yerini dəyişə bilərik, sayını dəyişə bilərik və bu tip əlavələr eləyə bilirik. Sonra text tool'da tıklayaq. Sonra bu tip nizamlama ola bilər. Yazı soldan başlasın, ortadan başlasın, sağdan başlasın. Burada bizdə klikləyirik. Bu nə yaxşı pulsuz oldu. Aha. Burada klikləyəndə hamı öz variantını ayrı-ayrı qeyd edə bilər. Məsəl üçün sən başqa bir qeyd edirsən, sən başqa bir təklif edirsən. Ümumi yəni bu sual belə deyim də müzakirə olunur da və buna həll tapılır. Sonra burada sectionlar. Sectionlar məsəl üçün bizə çox vacibdir. Dizaynda da vacib olacaq. Nəyə görə? Tutalım ki biz dizayn yaradanda görəcəksiniz ki page'lər, frame'lər qarışıqdır. Bu oradadır, o buradadır. Və biz bunu sectionlara almalıyıq. Məsəl üçün burada Figma daxilində necə olacaq dizayn faylda? Məsəl üçün bu bizim homepage sectionımızdır və homepage'in bütün hər şeyini bunun içində yığacağıq. Sonra məsəl üçün bir dənə də kopyasını çıxaracağıq buradan. Tutalım ki bu bizim olacaq register. Onu sağa sürüşdürəndə kopyalamaq. Yox, alt düyməsinə basıb saxlayıram, onu deməmişəm. Bir şeyi kopyalamaq üçün alt düyməsinə basılı saxlasaq, əlimiz basılı saxlar və bunu tutub hara aparsaq kopyasını aparacaq. Alt düyməsi basılı qalmalıdır mütləq şəkildə. Bu bizim register sectionımızdır və bütün kritik fayllarımızı necə? Copy paste edir, üstünə atır deyə onu. Ondan sonra belə daha rahatdır. Ctrl D də olmalıdır hətta. Ctrl D yanına atır bax. Ctrl D. Nə qədər Ctrl D atanda yanına kopyasını çıxarır. Aha. Sonra bu bizim sectionımızdır. Əlavə nəsə gəlib. Rename eləmək. Rename istəmirəm. Visible, invisible eləyirsiniz. Kilitləyirsiniz üzərində dəyişiklik olmasın. Burada da align-ımızdır. Daha doğrusu stroke-umuzdur. Məsələn, qara bir dənə stroke veririk. Rəngini dəyişiklik eləyirik. Məsəl üçün yaşıl və ya sarı. Belə. Aha. Section'ı buradan bax, üzərinə gətiririk. Text tool'un yanında section var. Aha. Section'ımızı açdıq. Və tutalım ki, burada section'ımızı bu rəng qoyduq. İstəsə ağ da qoya bilərsiniz. Nə rəng istəyirsiniz qoya bilərsiniz. Və burada yazırıq ki, məsəl üçün hansısa bir saytı tutalım ki, hara ola bilər? Alinino. Məsələn, buraya yaza bilərsiniz kritiklər. Burada mənfiləri, müsbətləri hansını siz özünüz ayıra bilərsiniz. Və burada məsəl üçün bu mənfidirsə bunu qırmızı da eləyə bilərsiniz, başqa rəng eləyə bilərsiniz və yanına da müsbətləri ayırırsınız ki, işləriniz qarışmasın. Section nəyisə ayırmaq üçün bir papka da elə bil ki, folderdır, içinə atırsınız hər şey, içində yığırsınız ki, qarışmaq, daha səliqəli işləmək üçündür. Burada bizim nə deyirlər buna? Cədvəlimiz var. Klikləyirik, bura 4 xanalı bir dənə cədvəl düşür. Yaxınlaşdır. İstəsək əgər bura istədiyimiz kimi əlavə eləyə bilərik. Aşağıya da, yuxarıya da əlavə eləyə bilərik. Məsələn, biz burada gördüyük iş bölgüsü eləmişdilər. Məsələn, bura tutalım ki, adlar yazılır, bura işlər yazılır, burada time yazılır ki, deadline yazılır ki, hanı nə vaxta çatdırmalısınız. Və bu tip. O xanaları özümüzdə belə əlinə yarada bilirik. Məsələn, hansısa xananı seçmək istəyirsinizsə, gəlirik buradan klikləyirik, həmin xana seçilir, üzərində dəyişiklik eləmək istəyirsə, istədiyiniz kimi dəyişiklik eləyə bilərsiniz. Məsələn, rəng vermək istəyirsiniz, məsələn, qara rəng verirsiniz, belə. Və məsələn, burada
tekst də yazmaq olur. Məsələn, ət işarəsinə basanda, indi burada mən komandamda heç kim var imiş. İndi mən bunları tag eləsəm, bunlar bu işə gələcək, görəcəklər. Onları bildiriş gələcək. Ət işarəsini basıb komanda yoldaşınızı burada tag eləyə bilərsiniz ki, yəni mention atırsınız ki, sən bu işi görəcəksən. Məsələn, burada tasklar var. Və məsələn, burada taskı yazmısan, qabağında da həmin şəxsi mention olaraq yazmısan ki, mention, məsələn, çiçək. Burada çiçək bu işi görəcək. Sonra burada bizim ştamplarımız var. Görün, rekord gedir. Gedir. Burada bizim ştamplarımız və stikerlərimiz var. Məsəl üçün, onlayn şəkildə eyni vaxtda işləmək olur bu Figcam-boardda. Dalım ki, çiçək nəsə bir fikir yazıb bura, kritik yazıb. Mən məsəl üçün ondan razıyamsa, bu sadəcə sırf vizual üçündür. Klikləyirəm, məsəl üçün bəyənirəm və yaxud razıyamsa, burada bir plus var, məsəl üçün. Əlavə edirəm ki, mən səndən razıyam, fikrinə razıyam. Like qoya bilirsən, ulduz qoya bilirsən, dislike qoya bilirsən, hər şey qoya. Və bir də belə bir şey var, stiker var. Tamam ki, eyni vaxtda işləyirsiniz və sən bura, məsələn, hansısa bir fikrinə razı deyilsən, bura basırsan gülmə işarəsi və hamı eyni an, kim onlaynsa hal-hazırda, mən buna əlavə eləyəndə onu görür. Məsələn, buradan klikləyirəm, məsələn, belə bəyənirəm. Yox, sonradan görürüm, bu sadəcə onlayn şəkildə eləmək üçündür. Amma ştamp burada daimi qalır. Sonra burada bizim kommentlərimiz var. Tutalım ki, Çiçək Nigarın işinə fikir bildirmək istəyir. Məsələn, C-yə burada qısa yol C-dir. Burada komment olaraq da klikləyirsiniz buradan. Salam, məsəl üçün, məsələn, bəyənmədim yazdığı fikri, enterə basır və bu bura düşür. Sağ tərəfdə panelə düşür. Məsələn, Nigar istəsə buna reply olaraq cavab da yaza bilər. Əgər bu iş həll olubsa, resolve olubsa, baxın burada resolve var. Klikləyirik, yəni həll oldu. Problem aradan qalxdı. Resolve edib silmək də olur. Bura bizim süni intellektimizdir və yaxud buradan istədiyimiz ikonları, nə bilim, widgetləri, pluginləri axtarıb tapa bilir. Məsələn, burada mənim ən çox axtardıqlarımdan Lorem Ipsum var, Icon 8 var. Bunlar dizaynda bizə lazım olacaq. Məsələn, Icon 8-ə klikləyirəm, açılır. Məsələn, buradan istədiyim iconu adını yazaraq, axtarış eləyərək tapa bilərəm. Açılsa. Burada photo illustration falan da var. Məsələn, bunu burada klikləyəndə stikerlərdir, templatelərdir, widgetlər, pluginlər falan tapa bilərik. Gözlüyü açılsın. Burada belə bu tip stikerlər falan var. Nə istəsəniz buradan tapa bilirsiniz. Hətta burada templatelərə klikləyib, icebreaker var burada, sprint planlama var, iş bölgüsüdür, sprint bölgüsüdür. Bunu istifadə eləyə bilərsiniz. Sonra günlük işlər var, team meeting agenda var burada. Sonra flowchart var, bayaq hazırladığımız. Team weekly var. Cooldown nə idi? Team weekly cooldown. Bunu bilmədim. Birə-bir meetinglər. Bu elə bir ki, sorğular keçirirsiniz onlayn şəkildə və siz onların qeydlərini yazırsınız orada. Agenda kimi özünüzdə saxlayırsınız da. Bu da, bunu bağlayayım. Burada diaqramlar falan var, istədiyimiz burada. Bura, bu plus işarəsi var, klikləyirik buradan. Burada da istədiyiniz ikonu yazırsınız. PNG, SVG premium hesablarda olur. Ölçünü yazırsınız. Rəngi seçirsiniz. All olsun, 3D olsun və ya nə bilim stroke olsun, fill olsun seçirsiniz. Burada illüstrasiyalar, burada şəkillər var. İstədiyiniz kimi əlavə eləyə bilərsiniz. Yəni buradan bura klikləyirsiniz. Icon 8 yazsınız, burada çıxacaq. Sonra bizə maraqlı olan bir hissələrdən biri də buradır. Burada timer var, musiqi üçün tool var. Bir də yenə bizi bura atacaq. Klikləyəndə bizi bu hissəyə atacaq bir qısa yol var. Məsələn, burada time qoyursunuz, onlayn şəkildə işləyirsiniz və deyirsiniz ki, biz 25 dəqiqə ərzində bu işi bitirməliyik. 15 dəqiqədə məsələn, 15 dəqiqə ərzində bu işi bitirməliyik. Buradan 1 plus Tamam, bu sağ üst hissə var. Sağ üst hissəyə klikləyirik. Burada musiqinin səsini artırıb azalda bilirik. Burada vaxt əlavə edirik.
tim olaraq deyirik ki, 15 dəqiqəyə bu işi bitirməliyik. İstəsəz əgər əlavə olaraq 1 dəqiqədə buradan +1-dən artıra bilirsiniz. Klikləyirsiniz, buradan vaxt başlayır. Və istəsəz kimsə musiqi ilə işləmək istəyirsə, məsələn, buradan hip-hop seçirik, klikləyirik. Ancaq kim seçib onu görünür. Yox, hamı da oxuyur. Bu buradan başlayır oxumağa. İndi eşitmirik. Onda başqası saxlaya bilər bu musiqini. Necə? Başqası saxlaya bilər. Bilmirəm. Bəlkə də özünə görünür. Bəs timdə bunu qoşmuruq biz, heç bizə musiqidən işləmir. Dayandıram. Hə, dayandım. Aha. Bu tip yəni belə. Sonra bağladıq bunu və timlə necə işləyirik? Burada share düyməsi var. Share-ə klikləyirik. Hansı maillə qeydiyyatdan keçmisinizsə, həmin mailini buraya yazırsınız. Yəni qarşı tərəf hansı maillə qeydiyyatdan keçibsə, məsələn, buradan heç işarəsi yox. Maili yazırsınız, məsələn, birini mail. Digər Mirzəzadə kimdir? Tanımıram. Kimdir bu? Ha, yox, ha, o biri tələbəmdir. Ha, elə bilmirsiniz. Hə. Buradan həmin mailini yazırsınız. Məsələn, burada ən çox işlədiyiniz insanların burada maili düşdü. Klikləyirik. Nigar Mirzəzadənin e-maili düşdü və burada can edit, yəni edit eləyə bilər və ya sadəcə view baxa bilər. Seçirsiniz və invite-ə basanda burada invite gedir onun Figmasına. Sən editi seçsək, göndərsək, o sonra öz faylını göndərə bilər. Hə. Edit eləyəndə hamı üzərində dəyişiklik eləyə bilir. Sonra burada gəlir bu hissəyə bildiriş olaraq bura gəlir. Bax, məsələn, mənə invite-lar gəlib, hələ accept eləməmişəm bu hissəyə. Invite eləyən kimi ora düşür. Sonra link olaraq da ata bilərsiniz. Copy link eləyirsiniz, amma burada seçirsiniz burada. View eləyə bilər, link, yəni linklə göndərdiyinizsə edit eləyə bilər. Məsələn, belə. Burada pasport əlavə eləmək olur. Məsələn, access istəyirsəndən, pasport istəyirsəndən. Sən kimə pasportu verirsən, o həmin işi işləyə bilər. Deyəsən, bu, yox, əvvəl pulluydu, artıq bunu free eləyiblər. Əvvəl pulla idi. Və orada pasport sözü və ya rəqəmi təyin edirsiniz, atırsınız, invite göndərəndə onu istəyirsiniz də. Sonra bağlayaq. Başqa nə? Başqa məncə burada bir işimiz yox. Buradan da klikləyib adını dəyişin. Mütləq şəkildə işlərinizə ad verin. Ad verməsəniz, untitled olaraq 50 dənə iş var burada. Tapa bilməyəcəm sizin işi. Belə. Figcəm bu qədər.